Əslində bax, C doğrudur. D-də doğrudur. Yəni doğru deyəndə yanaşmaya zidd deyil də. Burada Y-də. Düşünürəm, mən bunu A-nı düşünürəm, amma bilmirəm, düz düşünürəm yoxsa Gəlin yox. baxaq bir dəqiqə müəllimə. Bax deyir, dərs zamanı şagird əlini qaldırıb müəllimə, mən bu anlayışı başa düşmürəm. Zəhmət olmasa bir daha izah edərsiniz deyir. Müəllim isə şagirdə, bunu necə başa düşmürsən? Bu çox sadədir sualını verməkdənsə, əvvəldən diqqətli olmalı idin. Özün bir də oxu deyir. Bax görürsünüzmü müəllimə? Əslində müəllim motivasiya verməli idi uşaq, düzdürmü? Yəni bu normaldır da, başa düşməyə bilərsən, amma biraz da cəhd elə, biraz da irəliyə get. Amma deyir ki, get özün oxu. İndi gəlin baxaq. Deyir, şagirdin müxtəlif vasitələrlə fəaliyyəti haqqında informasiya alması onun özünə monitorinq bacarığını inkişaf etdirir. Müəllimə, özünə monitorinq metakognitiv bacarığa aid idi və özünə monitorinqdə müşahidə idi, rəy idi, agah olmaq idi. Düzdürmü müəllimə? Deyir ki, şagirdin müxtəlif vasitələrlə fəaliyyəti haqqında informasiya alması onun özünün monitorinq bacarığını inkişaf etdirir. Yəni bizim bu situasiyaya nə əlaqə bu müəllimə? Burada müəllimin səhvini siz axtarmalısınız. Deyir, müəllim hansı pedaqoji yanaşmaya zidd edib? Bax, B-də deyir ki, şagirdlərin A deyil müəllimə cavab, yox. Deyir, şagirdlərin hərtərəfli inkişafını təmin etmək üçün müxtəlif situasiyalarla bağlı müzakirələr təşkil etmək olar. B-də deyil, bizdə problem odur ki, uşaq deyir, müəllimə, mən falan şey başa düşmədim, müəllimə də deyir ki, ged özün oxu. Əslində müəllimə nə etməli idi, onu tapmalıyıq biz. Müəllimin düzgün yanaşmasını tapmalıyıq da. Bəli, müəllimin düzgün yanaşması. Məsələn, adı şagirdə aiddir. Bax, bir də C-yə bax. Müəllim çətinliklərin öyrənmə prosesinin təbii və gözlənilən hissəsi olduğunu vurğulamaqla şagirdin daha çox səy göstərməsi təmin edir. Əslində bunu etməli idi. Başa düşdünüzmü Heyran müəllimə? Başa düşdüm, müəllimə. Burada siz nə fikirləşdim ki, bu pedaqoji yanaşma ilə əlaqəsi olmayan bir distraktor götürmək lazımdır. Bəs bayaqlar biz sizə nə dedik? Canım mən bax, pedaqoji sözü müəllimə xas olan sözdür, düzdürmü? Müəllimə həmişə pedaqoji yanaşmaya zidd deyəndə Heyran müəllimə, deməli müəllim burada səhv addım atıb. Əslində bunu etməli idi. Məsələn, əslində müəllimə C variantını etməli idi. Amma orada da situasiyada sizə deyir ki, müəllim hansı pedaqoji yanaşmaya zidd edib? Yəni variantdan götürürsən ki, əslində C-ni etməli idi. Bax, C-dəki pedaqoji yanaşmaya zidd davranıb şagirdlə şərtdə. Əslində C-ni etməli idi. Uşağa deməli idi ki, məsələn, bu təbii bir haldır, sənə çətin gələ bilər, amma biraz da səy göstər. Başa düşdünüzmü müəlliməm? Amma müəllim deyir ki, get özün oxu. Yəni C variantına bu pedaqoji yanaşmaya zidd hərəkət edib şərtində. Aydındırmı müəllimə? Tamam. Burada mən heterogen qrup, yəni həm yaxşı bilən, yaxşı bilməyən belə olur da heterogen qrup qarışıq. Yəni öyrənmə tərzləri müxtəlifdir, şəxsiyyət tipləri müxtəlifdir, belə uşaqlardır. Yalnız eyni xüsusiyyətə malik olanlardır məncə. Bəli, bəli. Sonra müəllim şagirdləri heterogen qruplara bölərək araşdırma aparmağı tapşırır. Şagirdlər bu zaman müxtəlif mənbələri araşdırmaq və nəticəni seçimlərinə uyğun təqdim etmək imkanı əldə edilir. Müəllim proses boyu şagirdlərə lazımi texniki dəstəyi və istiqaməti verir. Verilmiş situasiyaya bağlı hansı fikir yanlışdır? Müəllim şagirdlərə öyrənmə prosesində sərbəstlik verməsi onların zəka növlərinin inkişaf etməsinə şərait yaradır. Deməli, müəllim şagirdləri fəaliyyətə cəlb etməklə onların potensiallarını reallaşdırmağa şərait yaradır. Şagird fəaliyyəti gördüyü işlərin keyfiyyəti haqqında ətrafdaşlardan rəy almaqla üstünlük və çatışmamazlıqlarını müəyyənləşdirə bilər. Fəaliyyətlər zamanı şagirdlərə təqdimat yollarının verilməsi seçim ehtiyaclarının məhdudlaşdırılmasıyla nəticələnir. Şagirdlərin müxtəlif mənbələr üzərində işə cəlb etməklə onlarda tənqidi düşünmə və təhlil bacarığı. Deməli, müəllim şagirdləri öyrənmə prosesində sərbəstlik vermək onların zəka növlərinin inkişaf etməsinə şərait yaradır. Bu doğrudur, düzdür. Müəllim şagirdləri fəaliyyətə cəlb etməklə onların potensiallarını reallaşdırmağa şərait yaradır. Müəllim şagirdləri heterogen qrupa şagirdlər bu zaman müxtəlif mənbələri araşdırır, nəticəni seçimlərinə uyğun təqdim etmə imkanı əldə edirlər. Burada sərbəstlik var, onlara şey veribdir, təqdim etmə veribdir. Müəllim proses boyu şagirdlərə lazımi texnik dəstək istiqaməti verilir. Onda A doğrudur. Müəllim şagirdləri fəaliyyətə cəlb etməklə onların potensiallarını reallaşdırmağa şərait yaradır. Şagird fəaliyyəti gördüyü
gördüyü işlərin keyfiyyəti haqqında əsaslaşdıran rəy almaqla üstünlük və çatışmazlıqlarını müəyyənləşdirə bilər. Fəaliyyətlər zamanı şagirdlərə təqdimat yollarının verilməsi seçim ehtiyaclarını məhdudlaşdırır. Müəllimə, bu D olar burada. Ay sağ olun. D variantı olacaq müəllimə. Məhdudlaşdırması, hə. Bəli. Elə ki, onlara D seçim olacaq müəllimə. ehtiyaclarını məhdudlaşdırır. Təşəkkür edirəm Heyran müəllimə. Çox sağ olun. Çətin Elmira tamam, müəllimə mənim gəlsin. adam başım qarışdırır. Hə. Elmira müəllimə Düşəcək gəlsin. hə, bu sertifikasiya şeyə, nə sertifikasiya. Demək olar ki, keçən il sertifikasiyada bu tipli suallar idi müəllimə. Elə bil ki, biraz müəllim şagird münasibətlərində idi. Məsələn, sinifdə oturmusan, nə bilim, valideyn gəlir qapını açır, sən dərs keçdiyin halda bu zaman nə edərsən və yaxud da valideyn çox əsəbidir sənə qarşı. Variantları elə bil ki, müsahibə suallarını Heyran müəllimə test formasında qoymuşlar keçən il. Bəli. Salam müəllim, axşamınız xeyir. Salam. Hər vaxtınız xeyir olsun müəllimə. Buyurun. Müəllim şagirdləri müzakirə prosesinə cəlb edir. Müzakirənin effektliyini təmin etmək məqsədi ilə qaydalar tərtib edir. Bununla belə müşahidə edir ki, bir qrup şagird qaydalara əməl etmir, neqativ davranış nümayiş etdirir. Bütün sinif üçün öyrənmə mühitini pozur. Bu kimi problemləri həll etmək üçün müəllimin hansı addım atması daha səmərəli olar. Müəllim dərsin məqsədini şagirdlərə çatdırıb onları affektiv baxımdan qəbul etmə mərhələsinə gətirməyə cəhd edir. Şagirdlərin prosesdən faydalanmalarını təmin etmələri, özlərinin zəif və güclü tərəflərini müəyyən etmələri üçün özünü dərk etmə ilə bağlı fəaliyyətə cəlb edir. Davranışların əsas səbəblərini anlamaq üçün davranış pozuntusu sərgiləyən şagirdləri dialoqa cəlb edir. Sinif normalarını və gözləntilərini birgə tərtib etməyə təklif edir. Şagirdlərin problem həll etmə bacarıqlarını inkişaf etdirmək məqsədi ilə gedişata müdaxilə etmədən problemin aradan qalxmasını gözləyir. Müzakirə prosesinin gedişatını pozan şagirdlərin davranışlarını, onların təlim nailiyyətlərini qiymətləndirərkən nəzərə alacağını bildirir. Burada C olar müəllimə. Əhsənsə müəllimə. Çünki elə şərtində səhvi görürük ki, müəllim qaydanı özü tərtib edir. Və ona əks olaraq C variantında bəli. Uşaqlarla bir yerdə tərtib birgə eləməlidir. olunmalıdır. Əlbəttə ki, həm də məsuliyyətli olurlar o zaman qaydalara əməl etməyə. Çünki özlərinin tərtib etdiyi qaydalardır. Müəllimələr oxuyanda adam test tapır. Elə müəllim oxuyan kimi C-yə əlimi qoydum, çəkinci C-dir 100%. Gözlədim ki, siz nə deyərsiniz. Amma adam özü oxuyanda başı qarışır. Müəllimə, biz siz necə bəzən olur ki, adam özü oxuyanda fikir qalır xaricdən ki, hamı mənə qulaq asır indi. Bəzən belə hal da olur. Ona görə müəllimələr tutulur falan. Adam həyatdan keçirdi. Bəli, bəli. Müəllimə oxuyan kimi barmağımı qoydum, çəkinci C olar da. Çünki burada onlar ora cəlb eləməli ki, alınsın bir şey. Müəllimə, bir də var ki, o da ola bilər ki, Heyran müəllimə, öyrənmə tərzləri var. Məsələn, audial daha yaxşı anlayırsınız. Amma özünüz oxuyanda ola bilər ki, hə, anlaya bilmirsiniz. O da ola bilər. Biz də normal oxuyan bilərik. Cümlələrin bitmiş fikri mən çatmır. Bilməm, yorğunluqdandır, nədir? Allah köməyiniz olsun. Ola bilər. Məktəbdə müəllimlərdən biri başqa bir həmkarının valideyninə aid məxfi məlumatları paylaşdığını görür. O buna müdaxilə edir və izah edir ki, bu cür davranış valideyn və şagird üçün ciddi narahatlıq yarada və onun nüfuzuna xələl gətirə bilər. Həmkarına iradını bildirən müəllimin hərəkəti onun haqqında hansı məlumatı verir? Müəllimin həmkarının davranışına münasibət bildirməsi onun mədəni davranış etik prinsipinin tələbini gözlənmədiyini göstərir. Müəllimin konfessiyadanlığın qorunmasının vacibliyini dərk edərək insanların hüquqlarına hörmətlə yanaşır. Valideyn və şagirdin rifahı üçün qayğı göstərir. Bu onları müəllimə. Ay, sağ olun müəllimə. Əhsənsiz Elmira. Məxfiliyi qorumalıdır da. Bəli. Bir dənə də oxuyun müəllimə. 14-də də bir dənə baxın. Şagirdlərdən birinin yaxşı nitq qabiliyyəti var. O, aprel döyüşləri ilə bağlı tədbirdə aparıcı kimi çıxış etmək istədiyini müəllimə bildirir. Müəllim isə digər sinif yoldaşının nitq qabiliyyətinin daha yaxşı olmasını əsas gətirərək onu aparıcı kimi çıxış etməyə icazə vermir. Müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir? Tələsmə. Şagirdlərin səhvi gördünmü testdə? Bəli. Aysa müəllimin etdiyi səhvi gördündə əsas müəllimin etdiyi səhv lazım idi. İndi elə variant götür ki, əslində müəllim belə etməli idi. Amma bunu etdi. Bəli. Aydındır? Aha, tamam. Baxın. Müəllimin etməli olduğunu götürəcəm də, nəyə etməli? Yəni əslində bunu etməli idi. Yəni məsələn tutaq ki, A variantı deyil müəllimə. Məsələn tutaq ki, A düzdür. Məsələn müəllimə əslində bu yanaşmada A-nı etməli idi, A variantını etməli idi. Amma situasiyada olan o səhv etdi. Başa düşdünüzmü müəllimə? Bəli, bəli. Aha, tamam.
Şagirdlərin mənəvi aləmini zənginləşdirmək, onları şəxslər kimi yetişdirmək mümkündür. Dərs zamanı şagirdlərin potensialından düzgün istifadə etməklə onların maraq və tələbatları nəzərə alınır. Şagirdlərə düzgün rəy verilməklə onların dərs prosesini, fəaliyyətini stimullaşdırmaq mümkündür. Şagirdlərin potensial imkanları nəzərə alınır. Hər birinin dərsə cəlb edilməsi üçün fərqli strategiyalardan istifadə edilir. Şagirdlərin yaş dövrlərlə məzmun arasında əlaqə qurularaq dərsləri vizuallaşdırmaq olar. Burada mənə var, bu olmaz. Dərs zamanı şagirdlərin potensialından düzgün istifadə edilmək, onların maraq və tələbatı nəzərə alınır. Potensial imkan nəzərə alınır, hər birinin dərsə cəlb edilir. Burada D olar müəllimə. Bax, görürsünüzmü müəllimə? Əslində var, gözünüzün qarşısındaydı. Gəl bir dənə şərtdən Mən cavab çıxardaq. Mənəvi aləmi. Xeyr, müəllimə. Bax, indi deyəcəksiniz, müəllimə nə asan demiş. Baxın bir dəqiqə. Deyir, şagirdlərdən birinin yaxşı nitq qabiliyyəti var. O, aprel döyüşləri ilə bağlı tədbirdə aparıcı kimi çıxış etmək istədiyini müəllimə bildirir. Elmira müəllimə, şagird yönümlülük prinsipi nə idi? Şagirdin maraq və tələbatının üzə çıxarılması. Uşaq əgər deyirsə, müəllimə, mənim rəssamlığa marağım var, müəllim onu musiqiyə cəlb edirsə, şagird yönümlülüyü pozur. Düzdürmü? Bəli, B ilə D arasında qalmışdım. İndi bax, uşaq deyir ki, müəllimə, burada deyir ki, deməli şagirdin birinin yaxşı nitq qabiliyyəti var. O aprel döyüşləri ilə bağlı tədbirdə aparıcı kimi çıxış etmək istədiyini müəllimə bildirir. Müəllim isə digər sinif yoldaşının nitq qabiliyyətinin daha yaxşı olmasını əsas gətirərək onu aparıcı kimi çıxış etməyə icazə vermir. Deməli müəllim şagird yönümlülüyü pozur. Şagirdin buna marağı var. Amma bərabər imkanları pozmur müəllimə. Birini saxlayır, o deyirsən, Yox, bərabər imkanlar deyil canım mənim. Bərabər imkanlardan qabaq şagird yönümlülüyü var burada. Şagirdin marağı var, nitqi gözəldir, marağı var ki, aparıcı kimi çıxış etsin. Müəllim uşağa sevdiyi işi verməli idi. Başa düşdünüzmü müəllimə? Uşaq buna özü istəyir. Uşağın buna marağı var. Amma müəllim onun marağına qarşı gəlir. Başqa bir uşağa deyir ki, o daha yaxşıdır. O uşaq gəlib demir ki, başqa uşaq gəlib demir ki, müəllimə mən qalım aparıcı. Müəllim özü aparıcılığı başqa bir uşağa verir. Başa düşdünüzmü müəllimə? Başa düşdüm, aydın oldu müəllimə. İndi B-yə bax. Deyir, dərs zamanı şagirdlərin potensialından düzgün istifadə etməklə onların maraq və tələbatları nəzərə alınır. Bax, gördünüzmü müəllimə? Uşağın zaten buna marağı var idi. Müəllim biraz da onu üzə çıxartmalı idi. B variantındakı cavabı etməli idi. Amma gördünüzmü, müəllim bu yanaşmaya zidd hərəkət etdi. Uşağın marağını elə bil ki, qoymadı ki, biraz da, məsələn, marağın istedadını biraz da üzə çıxartmalı idi, ona imkan vermədi, şərait yaratmadı. Arzu müəllimə, başa düşdünüzmü? Hə, bəli müəllimə, başa düşdüm. Mən elə bildim ki, nəsə onu şəxsiyyət kimi yetişdirmək lazım idi. Mənəvi aləmini zənginləşdirmək. Bəs biz o axı deyil, situasiyadan nəticə çıxartmalıyıq. Bəli, baxan kimi baxılır ki, şagird önümlü orada pozulub. Bizdə də B variantı potensial imkanları nəzərə almalıdır şagirdlərin maraqları, tələbatları, ehtiyacları. Sevinç müəlliməm, siz gəlin, zəhmət olmasa. Salam, axşamınız. Xeyir, vaxtınız xeyir olsun müəllimə, buyurun. Müəllim şagirdlərə dərsin əvvəlində problemli situasiya təqdim edir. Şagirdlər bu situasiyadan çıxış yolu tapmaq üçün müxtəlif fərziyyələr irəli sürürlər. Müəllim şagirdlərin fikirlərinə münasibət bildirmədən onlarla müzakirəyə başlayır. Proses boyunca müəllim şagirdlərə yönəldici suallar verir və ara sıra onların fikirlərini ümumiləşdirir. Belə müzakirələrdə şagirdlərin aktivliyi artır. Verilmiş situasiyada müəllimin yanaşması ilə uyğunluq təşkil edən cavabı müəyyənləşdirir. Sinifdə baş verən konflikt zamanı müəllim şagirdlərə qarışmadan özlərini həll etmələri üçün şərait yaradır. Şagirdlərdə açıq düşüncə tərzini formalaşdırmaq üçün şagirdlərdə risk götürmək mədəniyyəti formalaşdıraraq onların səhvlərindən anındaca düzəliş edir. Şagirdləri qrup fəaliyyətinə cəlb edən zaman onların bilik və bacarıqlarını nəzərə alaraq heterogen qrupları yaradır. Sual-cavab prosesini icra edən zaman suala cavab verə bilməyən şagirdlərə daha sadə suallar verməklə özlərinin cavab tapmalarına istiqamət verir. Məncə D variantı müəllimə. Ay sağ olun. İndi baxayım müəllimə. Bax müəllimlə bir dənə baxın buna. Deyir müəllim şagirdlərə dərsin əvvəlində problemli situasiya təqdim edir. Şagirdlər bu situasiyadan çıxış yolu tapmaq üçün müxtəlif fərziyyələr irəli sürür. Beyin həmləsinə oxşuyurmu? Deyir müəllim şagirdlərin fikirlərinə münasibət bildirmədən onlarla müzakirəyə başlayır. Elə beyin həmləsində müəllim heç bir fikir müzakirə etmirdi. Bəli.
Şagirddə də özünə inam hissi formalaşırdı. Yəni şagird özün bu üsulda yaxşı hiss edir də müəllimə. Çünki heç kəsin fikri müzakirə edilmir. Proses boyunca müəllim şagirdlərə yönəldici suallar verir və ara sıra onların fikirlərini ümumiləşdirir. Belə müzakirələrdə şagirdlərin aktivliyi artır. Verilmiş situasiya ilə müəllimin yanaşması ilə uyğunluq təşkil edən cavabı müəyyənləşdirin. D variantı. Sual-cavab prosesini icra edən zaman sual-cavab verə bilməyən şagirdlərə daha sadə suallar verməklə özlərinin cavab tapmalarına istiqamət verir. Və görürsünüz müəllimə, D variantında da şagirdlərdə bir, belə deyim də, dəstəkləyici sağlam bir mühit var. Uşaq suala cavab verə bilmirsə, müəllim daha sadə suallar verir ki, uşaq bu suallara cavab tapa bilsin. Bu 15-ci sualla uyğunluq təşkil edən D variantıdır müəllimə. Elə siz də Mən başqa bir yanaşdım. Yəni mən elə fikirləşdim ki, əgər sual-cavab əsasında hazırlanıbsa, yəni uşaqları fəallaşdırırsa, elə burada da sual-cavab onu götürürəm. Yox, müəllimə, uyğunluq. Biz orada nəticə çıxartdıq, düzdürmü? Bax, orada müəllim görürsünüzmü? Uşaqların fikirlərinə, bəli, məsələn, münasibət bildirmədən onlarla müzakirəyə başlayır. Beyin həmləsidir də, həmin üsul beyin həmləsi ilə aparır 15-də. Beyin həmləsi nə idi? Osborn tərəfindən yaradılmışdı 1953-cü ildə. Hər birinin fikrini almaq. Yəni şagirddə özünə inam hissi formalaşdırır. Bütün uşaqlar orada aktivlik göstərirlər. Niyə görə? Çünki heç kəsin fikri müzakirə edilmir. Ay sağ ol canım mənim. Bax, indi gəl burada aya baxaq. Deyək, sinifdə baş verən konflikt zamanı müəllim şagirdlərə qarışmadan özlərinin həll etmələri üçün şərait yaradır. Bax, az səhvdir. Bir dəstəkləyici mühit burada pozulub müəllimə. A variantı. Situasiyada uşaqlar sağlam bir mühitdədirlər. Dəstəkləyici bir mühit var situasiyanın özündə. Biz elə bir situasiya tapmalı idik ki, müəllimə, uşaqlar orada özlərini rahat hiss etsinlər. Aydındırmı? Elə situasiya tapmalı idik. O cür yanaşdım. Elə bax, rahat suallara yanaşmamız. Deyir, şagirdlərdə açıq düşüncə tərzini formalaşdırmaq üçün şagirdlərdə risk götürmək mədəniyyəti formalaşdıraraq onların səhvlərini anındaca düzəliş edir. Yəni burada şərait yaradılmalıdır ki, uşaqlar özləri öz səhvlərini görsünlər. Bəli, müəllimə. Bax, B variantı məsələn yanlış idi. Bu situasiyanın əlaqəsi yoxdur. Şagirdləri qrup fəaliyyətinə cəlb edən zaman onların bilik və bacarıqlarını nəzərə alaraq heterogen qruplar yaradır. Bir dəqiqə müəllimə, şagirdlərin qrup fəaliyyətini cəlb edən zaman onların bilik və bacarıqlarını nəzərə alaraq heterogen qruplar yaradır. Yəni heterogen qrupda o bir qrupa eyni bilikliləri dəvət etmirik ki, yəni burada müxtəliflik olur. Qiymətləndirmə zamanı şagirdlərin daha çox səhvlərini fokuslanır. Bu da səhvə, yəni neqativə yönəlir baxan kimi. Cavab oldu D variantı müəllimə. Ən gözəl, yəni bununla uyğunluq təşkil edən cavab D variantıdır. Dəstəkləyici mühit, sağlam psixoloji mühit var orada D variantında. Sonra keçirik biz sizlə 16-ya. Buyurun. Müəllim dərs zamanı şagirdləri fərdi iş formasında fəaliyyətə cəlb edir və verilmiş məlumatlarla tanış olub öz münasibətlərini bildirmələri üçün vaxt təyin edir. Şagirdlərdən bəziləri müəllimə qrup işində işləmək istədiyini bildirsə də, müəllim təyin olmuş iş formasının dəyişməyəcəyini bildirir. Müəllim yönümlü ki, o var da burada. Müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir? Müəllim əvvəldən planlaşdırdığı fəaliyyətə dəyişiklik etməməklə şagirdlərin öyrənməsini təmin etməyə çalışır. Şagirdin düşüncə tərzini inkişaf etdirmək, onun sinif yoldaşları ilə münasibətini yaxşılaşdırır. Bu da onun müxtəlif fəaliyyətlərdə aktiv iştirakını təmin etməyə şərait yaradır. Şagirdlərin etdiyi səhvlərə düzgün münasibət göstərmək onlarda özünü sərbəst şəkildə ifadə etmə bacarıqlarının formalaşdırmasına təsir edir. Tədrisi şagird yönümlülük prinsipinə uyğun təşkil etməklə şagirdlərin akademik nailiyyətini yüksəldir. D variantı müəllimə. Yəni bunu Ay sağ olun. Bax bu yanaşmanı pozur. Əslində buna əməl etməli idi ki, amma bu yanaşmaya zidd hərəkət etdi müəllim. İrəli sürürdü, ancaq uşağın fikri nəzərə alınır. Sağ olun Sevinç müəllimə. Əhsən sizə. 17-yə də baxın müəllimə. Müəllim şagirdlərə qrup formasında bitkilərin yanaşması və inkişaf etməsi üçün lazım olan amillər yaşaması və inkişaf etməsi üçün lazım olan amilləri qruplaşaraq araşdırmağı tapşırır. Hər qrupdan bir şagird daha çox fəallıq göstərir. Digər şagirdlərin cəlb olunması isə zəif olur. Qruplar işlərini təqdim etdikdən sonra müəllim hər bir qrupun işini yüksək qiymətləndirir. Müəllimin bu addımı pedaqoji prosesin tamlığını pozur da müəllimə məncə.
Müəllim dərs boyu şagirdlərin affektiv vəziyyətini müşahidə etməklə onların birgə fəaliyyətində işləməsini təmin edə bilər. Şagirdləri qrup işində müxtəlif fəaliyyətlərə cəlb edən onların intellekt növlərini müəyyən etmək mümkündür. Şagirdlərdə açıq düşüncə tərzi formalaşdırmaqla onları səhvlərindən öyrənməyə yönəltmək, yox sinifdə qayda və prosedurlar qoymaqla şagirdlərdə davranışla bağlı problemləri dəstəkləyici mühit pozmadan həll etmək məqsədə uyğundur. D variantı müəllimə. Yox. İndi bir dənə diqqətli olaq. Situasiyaya bir dənə təzədən fikir verək. Müəllimə, baş situasiyaya yönəlin. Müəllim şagirdlərə qrup formasında bitkilərin yaşaması və inkişaf etməsi üçün lazım olan amilləri qruplaşaraq araşdırmağı tapşırır. Qrup şəklində işləyəcəklər. Hər qrupda bir şagird daha çox fəallıq göstərir, amma qrupda bütün şagirdlər eyni, yəni çalışmalıdırlar da müəllimə. Deyək ki, daha çox fəallıq göstərir, digər şagirdlərin cəlb olunması isə zəif olur. Qruplar işlərini təqdim etdikdən sonra müəllim hər bir qrupun işini yüksək qiymətləndirir. Əslində müəllimin müşahidə bacarığı olmalıdır da müəllimə, düzdürmü? Yəni biz qrup işində müəllimin monitorinqi mütləqdir müəllimlər. Yəni biz başlı-başına buraxa bilmərik bunu. Diqqət eləməliyik ki, hansı uşaqlar daha aktivdir. Əgər hər hansı bir məsələn əməkdaşlıq görmürəmsə və yaxud da hansısa bir uşaq elə sakit oturub yerində heç nəyə qarışmırsa, müəllimin burada monitorinqi mütləqdir. Yəni müdaxilə edilməlidir. İndi bizə nə deyir? Deyir müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir? Əslində müəllimə nə etməli idi? Deyir müəllim dərs boyu şagirdlərin affektiv vəziyyətini, affektiv nədir? Emosional vəziyyətini müşahidə etməklə onların birgə fəaliyyətdə işləməsini təmin edə bilər. A variantı. Gördünüzmü A variantında səhvi? Əslində A variantını etməli idi, amma bu yanaşmaya A variantına zid hərəkət edib uşaqların hamısını yüksək qiymətləndirmişdi. Bütün qrupu. İndi yerdə 3 test qalır. Arzu müəllimə 2 test oxumuşdu. Güncəmal müəllimə 2 test oxumuşdu. Bir də ki, Aynur müəllimə 2 test oxumuşdu. Zəhmət olmasa Arzu müəllimə sizlə başlayırıq. Bir testə baxırsınız 18-ə. Müəllimə mən də 2 test oxumuşdum. Yox, Heyran müəllimə sizdə 3 test idi. Mən özüm saydım sizdə. Siz 9, 10, 11-ci testi də oxudunuz, sonra növbəti biz müəlliməyə keçdik. Yoxsa biz cütdə qutarardı Güncəmal Heyran müəllimə. Mən sayırdım. Buyurun Arzu müəllimə 18-ə baxın. Müəllim hazırlanacaq layihə ilə bağlı şagirdlərin komanda şəklində fəaliyyətini təşkil edir. Şagirdlərdən biri fəaliyyət zamanı yoldaşlarının diqqətini yayındırır. Onların məqsəddən uzaqlaşmasına şərait yaradacaq fikirlər səsləndirib prosesə mane olur. Müəllim şagird davranışını idarə etmək üçün hansı strategiyası daha səmərəli olar? Şagirdi sinifdə açıq şəkildə tənbih edir və vəziyyətin müsbətə doğru dəyişməsi üçün fərdi fəaliyyətə cəlb edir. Şagirdin komanda işində fəal iştirakını təmin etmək məqsədi ilə onda problem həll etmə bacarığının inkişafını təmin edir. Növbəti ay üçün planlaşmasına şagirddə şəxsi və sosial kompetensiyasını formalaşdırmaqla bağlı fəaliyyətləri daxil edir. Şagirdlərin fəaliyyətini dəstəkləmək üçün onların bilik bacarıqlarının tətbiqinə şərait yaradır. Dərsi pozan şagirdə bu cür davranışı düzəltmək üçün məktəb psixoloquna müraciət edir. Deməli, uşaqlardan biri diqqət yayındırır, məqsəddən uzaqlaşmasına şərait yaradır. Deməli, bu uşaqlarda sosiallaşma yoxdur da müəllimə. Sosial kompetensiyanı formalaşdırmaq lazımdır. Əla. Şəxsi və sosial kompetensiya formalaşdırılmalıdır. Əla. Arzu müəllimə, təşəkkür edirəm. Sonra Güncəmal müəllimə gəlsin mənə 19-a zəhmət olmasa. Şagirdlərdən birinin valideynləri övladları haqqında yüksək gözləntiyə malikdir. Onlar övladların bütün fənlərdən akademik nailiyyətlərin yüksək olması üçün çalışır. Müəllim dərs prosesində şagirdlə maraqlı müzakirələr, oyunlar təşkil edir şagirdlərlə. Bu hal şagirdin valideynləri narahat edir. Onlar düşünür ki, oyunların keçirilməsi şagirdlərə heç bir bilik verməyəcək. Ona görə də müəllimin tədrisi düzgün təşkil etməməsini düşünərək məktəb rəhbərliyinə şikayət edirlər. Verilmiş situasiya haqqında hansı fikir yanlışdır? Valideyn övladı haqqında yüksək gözləntiyə malik olmasa, gələcəkdə şagirdin özünə qapanması ilə nəticələnər. Müəllimin tədris metodlarını seçmək azadlığı olduğunu, valideynlərin bununla bağlı iradlarının bildirilməsi əsassızdır. 2 məncə müəllimə, 2-nin əlaqəsi yoxdur, o düzdür. Elə ki,
valideyn Sağ ol. gəlib mənə deyənməsə hansı Amma üsulu biri seç, bunu götürərik də, qoyuruq. çünki o özünə qapanma falan var. Bəli, uşaq Ay, özünə nə qədər yük qoyur çiyninə qaldıra bilmir, borudur desək də elə ki, uşağı məsələn o belə yüklüysən ki, sən beləsən, sən eləsən, Bəli. ev ki onu qaldıra bilmədiyi üçün özündə qapanır, psixologiyası pozulur da. Müəllim dərs prosesində oyunlar təşkil etməsi şagirdlərin həm fiziki fəallığını, həm də dərsə cəlb olunmasına təsir edir. Müəllim dərsində bir çox tədris üsullarından istifadə etməsi dərsdə qarışıqlığa səbəb olur. Ola bilməz. Bu doğru. 4, 2, 1, 4. Müəllim kurikulumun tələblərinə uyğun olaraq şagirdləri daha çox biliklə təmin etməlidir ki, onlar akademik fəaliyyətləri daha yüksək olsun. Xeyr, müəllimə, daha çox Ay, bilik sağ ol. vermək onu tələb Bəli. eləmir kurikulum. 1, 2, Əhsən. 1, 3, 1, 4, 5. 5. Əla müəllimə. Hə, 1, 4, 5. Bəli. 1, 4, 5. Güncəmal müəllimə, çox təşəkkür edirəm. Ayda sonuncu Siz də sağ testdə. olun. Aynur müəllimə, görün oxuya bilərsiz elə. Şagirdlərinin çoxu riyaziyyat dərsində aktivlik nümayiş etdirmirlər. Müəllim bunun səbəbini araşdırır və nəticədə dərsdə aktiv iştirak etməyən şagirdlərin bir çoxunun verbal lingvistik intellektli olduğunu üzə çıxır. Şagirdlərin bəziləri bu səbəbdən humanitar fənlərə meyl edirlər, bəziləri isə mövzuların maraqsız olduğunu, həmçinin həyatda lazım olmadığını bildirir. Müəllim şagirdlərin rəylərinə əsasən strategiyalarında dəyişiklik edir. Belə ki, mövzuları keçdikdə, lazım gəldikdə fən üstü inteqrasiya edir, verbal lingvistik intellektli şagirdləri nəzərə alaraq mövzuları mətn şəklində çap edərək təqdim edir. Verilmiş situasiya ilə bağlı yanlış fikri müəyyən edin. Şagirdlərin çoxu riyaziyyat dərsindən. Müəllimin davranışlarını təhlil etdikdə onun təhsil proqramının bir neçə vacib tələbini yerinə yetirdiyini görə bilərik. Yanlışı deyirsə bir doğrudur. Aha. Müəllim şagirdlərin müxtəlifliyini qəbul edir, hər bir şagirdi tədrisə cəlb etməklə diferensial yanaşma göstərir. Müəllimin verbal lingvistik intellektə malik şagirdləri nəzərə alıb, bütün şagirdlərə mətnlər paylaması təlimdə bərabər imkanları yaratmaqla bərabər şagirdlərin öyrənmə prosesinə cəlb edilməsini təmin edir. Bu yanlışdır. Əhsən sizə müəllimə. Müəllim tədris ilinin əvvəlində şagirdlərə çətinlik səviyyəsi nisbətən yüksək olan tapşırıqlar verməklə hansı intellektə malik olduqlarını əvvəlcədən müəyyən etməli idi ki, bu problemlə qarşılaşmasın. Şagirdlərin problemlərini müəllimə rahatlıqla söyləməsi sinifdə sağlam psixoloji mühitin olduğundan xəbər verir. Şagirdlərin problemlərini müəllimə. Bu da doğrudur da. Ay sağ olun. Deməli səhvlər hansı idi müəllimə? Səhv oldu 3. Bir də 4. Bir də 4. Ay sağ olun müəllimə. Cavab oldu B variantı. Müəllimə, üçü zəhmət olmasa izah edə bilərsiniz. Bəli. Nəysə, Deyir müəllim, aydınlaşdıra deyir bilmədim. ki, müəllimin verbal lingvistik intellektə malik şagirdləri nəzərə alıb bütün şagirdlərə mətn paylaması. Yəni verbal lingvistiklərə mətni payladı. Daha bütün şagirdlərə niyə mətn paylasın? Qalana paylamasa da olar da, yəni paylamamalı idi əslində. Əslində bəli müəllimə. Yəni verbal lingvistik üçün mətn maraqlı olacaq. Deyir bütün şagirdlərə mətn paylaması təlimdə bərabər imkanları təmin edir. Yəni əgər sinifdə başa düşdüm müəllimə, cümləni başa düşdüm. Bərabər imkan o deməkdir ki, hamıya eyni yanaşar. Burada eyni yanaşır. Ay sağ olun müəllimə. Ay sağ olun. Ancaq verbal lingvistiklər təmin edə bilərsən bundan. Yəni digər şagirdləri yox. Aha.